İnjektor karbürator məsələsi yağa aidiyyəti var, yoxsa ancaq benzinlə bağlıdır? İnjektor karbürator məsələsinin yağa aidiyyəti belədir ki, əgər orada ümumiyyətlə yanıcağı püskürmə sistemi, məsələn, orada əsas LSPI sistemi var, birbaşa püskürmə, GDI mühərriklərdə. Onlarda da bəli, fərqlidir. Çünki onların yağ tələbləri fərqlidir. Çünki orada zamanından əvvəl alışma baş verə bilər və o da detonasiya yaradır. Ona görə o ancaq GDI mühərriklər ki var, hansı ki orada birbaşa püskürmək olur, benzin mühərriklərdə. Onlarda belə yağ tələbləri fərqli olur. Ona görə o çeşkalar ki var idi, 90'ların sonu, 2000'lerin əvvəli, o CDI. O CDI yox, GDI fərqlidir. CDI. Onlarda məsələn hər zaman problem olurdu. O detonasiyanın qarşısını almaq üçün yağa tələb var da. Onlarda elə yağ olmalıdır ki, o alışmaya qarşı, yəni alışmanın tez baş verməsinin qarşısını alsın. Ona görə GDI mühərriklərdə həmin o LSPI deyilən bir ciddi problem var. O baş verərsə LSPI zamanından əvvəl alışma. O detonasiya hətta Porsche-ni də dağıda bilir. Mühərrikə ciddi ziyan vura bilir. Ona görə onlar məsələn GDI mühərrikləri olanlar xüsusilə yağa diqqət versinlər xüsusilə. Amma o ki qaldı məsəl üçün karbürator və yaxud da ki məsəl üçün injektor sistemi orada yəni ilindən asılı olaraq avtomobil istehsalının tələbinə uyğun ya 540, 530 istifadə etmək olar. Onda belə 40 Aydındır.